Namaz qılır, çəkir TikTokda paylaşır. Oruç tutur, çəkir TikTokda paylaşır. Sədəqə verir, çəkir TikTokda paylaşır. Yəni baxırsan insan bütün ibadətlərini reklam eləyir sosial şəbəkədə. Yəni subhanallah, bu insan bu ibadəti nə üçün eləyir? Kim üçün eləyir yəni? Vallahi gözümlə görürəm. Ramazan ayında oruç tutubdu, iftar açır, xurmanı ağzına qoyur, telefonla çəkir paylaşır. Baxın ey cəmaət, mən iftar açıram. İftar süfrəsidir. Nəyi reklam edirsən qardaş? Sən o ibadəti hansısa qız üçün eləyirsən? Kimsə xoşuna gəlmək üçün eləyirsən? Yoxsa Allah üçün eləyirsən? Mən şəxsən nə bilim, vallahi elə videolar görəndə, yəni doğrudan da adamı təsir edir ki, baxırsan müsəlmandır, ibadətin reklam eləyir. Namaz qılır, ibadəti reklamı çəkir, paylaşır. Licbi kimlərsə bunu görsün ki, filankəs namaz qıldı, filankəs oruç tutdu. İnanın, əminəm ki, o insanların hamısını deyə bilmərəm, amma onların bir çox elə videoları paylaşmaqda buradakı qadınların, qızların bəzilərinin diqqətini çəkmək üçün. Hansısa qız mənə baxdı ki, mən namaz qılıram, oruç tuturam. Onda mənə qarşı hörmət yarandı. Qoy görsünlər ki, mən ibadət edirəm, möminəm. Bu nəyə reklam edirsən, qardaş? Allahla sənin arandadır. Sabah sənin cənnətə o qız salmayacaq, cənnətə Allah salacaq səni. Səni sorğu-sual edən o qız olmayacaq, Allah sorğu-sual eləyəcək. Ona görə sən kimi razı salırsan, yəni kim üçün yaşayırsan? İbadəti və reklam eləyirsən. Gündə 5 vaxt namaz qılırsan, onu da etdiyin o riya ilə puç eləyirsən. Çəkib paylaşırsan TikTokda. Biri var, vəbşi səcdəyə gedir, çəkib paylaşır. Dua eləyir, güya ki ağlayır, telefonla çəkib paylaşır. Bunlar ibadətdir, qardaş, bunlar gizlət yəni. O səninlə Allahın arasındadır. Oruç tutmuşsan, başa düşdüm, səhərdən axşama qədər neçə saat atsız qalmışsan, əziyyət çəkmirsən. O məşəqqəti, əziyyəti oruç tutmağın, oruç ağır ibadətdir. Tutmuşsan bunu. Bəs bunu niyə çəkib paylaşıb riya ilə əməlvin savabını azaldırsan, puç eləyirsən? Çoxdur yəni, indi baxırsan TikTok, Instagram, açırsan, baxırsan müsəlmanlar bəziləri ibadətlərini reklam eləyirlər səhərdən axşama qədər. Olmaz qardaş, ibadət Allahla sənin arandadır. Rəbbin bilirsə sənə yetər, bəs eləmir sənə. Kimsə bilməyi, kimsə sənə baxmağı, kimsə səndən xoşu gəlməyi ki, sən namaz qılansan, oruç tutansan, bunun nəyi səni məmnun eləyir? Nəyi yaxşıdır ki? Yəni, insanları razı salmaq istəyirsənsə, o başqa məsələ. İnsanların gözündə qalxmaq istəyirsənsə, bu başqa məsələ. Sənin artıq əməlində ixlas yoxdur, yəni. İxlas odur ki, yalnız Allah üçün eləyirsən. Yəni, Allah bildi, tamam, yetər mənə bəs eləyir. Mükafatı Allah verəcək sənin. Yəni, insanlara, burax yəni insanları razı salmağı.